Məndən xəbər alanda haralısan? Mən deyirəm ki, Abşeronluyam. Atamın anasının anası qızı tərəfdəndir. O vaxt yadıma gələr, deyirlər ki, Sumqayıtdan Bakıya vertolyot işləyib. Bəli, işləyib. Bax, burada gözəl sualdır bu. O toylarla bu toyların arasında böyük fərq var. Musiqiçilərlə üzbəüz yaşlı insan nəsil oturardı. Bəy toyunda bir dəfə oynayardı. İkinci dəfə bəyin ixtiyarı yoxdur toyda oynamağa. Şəkərbura, paxlava, aymıra deyilərdi ancaq Novruz bayramında. Qonşu payı aparmaq üçün həmişə dava idi. Bu deyirdi, evdə mən aparım, o deyirdi, mən aparım, o deyirdi. Çünki həvəsli idi də, çox həvəsli idi. Evin böyüyü evdə olmasaydı o süfrə açılmazdı. Evin böyüyü oturardı yuxarı başdan. Məni də baxışda ki, mən namaza geçirəm. Yoxsa çox danışardım. Bismillahirrahmanirrahim. Mən Məşəd Bəybala 1954-cü ildə Sumqayıt şəhərində, Kotej qəsəbəsində anadan olmuşam. Mənim atam Coratlıdır. Anamın atası Saraylıdır, anası Zirəlidir, nenəsi də Bakılı qızıdır. Onun üçün də məndən xəbər alanda haralısan? Mən deyirəm ki, Abşeronluyam. Çünki Abşeronun neçə bir kəndi ilə mənim əlaqəm var. Qızı ilə də qovumluğumuz var. Çünki atamın anasının anası qızı tərəfdəndir. Onun üçün də bizim Qızıllarla da, Dağlılarla da qovumluğumuz var. Orada bizim qovumluqlarımız çatır. Bu bir neçə il bundan qabağa qədər gediş-gəlişmiş vardı. Sonra da gediş-gəliş kəsildi. Onlar böyüklər aradan gedəndən sonra biraz ara kəsilib. Ailəliyəm, 2 oğlum, 2 qızım var. Bakıda bizim evimiz var idi. Hindiki statistika şöbəsi var. Həmin şöbənin yerində bizim anamın ata evi idi. Orada anamın bibisi qalırdı, Kürsün bibi. Həmişə biz uşaq vaxtı onun yanına gedirdik. Bu oralarda Müşfiq adına kitabxana vardı. O kitabxananın qabağında biz oynayardıq, girib orada kitablar oxuyardıq. Sonra mənim bir tərəfim Zirəli olduğu üçün mən Zirədə də çox olmuşum. Uşaqlığım Zirədə də çox keçib. Zirədə öz mənim xalam oğlanları, anamın dayısı oğlanları, çox qohumlarımız çoxdur. Hal-hazırda da çoxdur. O vaxt yadıma gələr, deyirlər ki, Sumqayıtdan Bakıya vertolyot işləyib. Bəli, işləyib. Həmin vertolyot, bu indiki Nərimanov klubu var ha, onun arxasından uçurdu Bakıya. Təəssüf ki, mən ona minə bilməmişəm. Ancaq gördüyümü görmüşəm. Həmin vertolyotlar Sumqayıtdan Bakıya işləyirlər. Bir müddət işlədi. Ondan sonra bilmirəm da nəsə alınmadı, necə oldusa həmin nəqliyyatı yığışdırdılar. İndi Allah min bərəkət versin. Hərənin öz maşını, dövlətimizin sayəsi razı çox gözəl yaşayırıq. Bu yaşayırsa öz maşınlarımız, öz həyətimiz, öz bacamız, məsələn öz maşınlarımızla gedirik. Qabaq ancaq belə deyirdi. Qabaq maşın tək-tək insanlarda vardı. Biz məsələn buradan Zirəyə getmək üçün çıxırdıq buradan. Kiminsə yadına gələr burada elektrika işləyirdi. Bax bizə bu Xəzər astanovkası vardı. Elektrikanın. Həmin bu Xəzərdən minərdi elektrikaya, gedərdi, düşərdi Bakıda Sabunçu vağzalında. Sonra bu Zirəyə getmək üçün Sabunçu vağzalından minərdi yenə elektrikaya, gedərdi, düşərdi Qalada. Qala stansiyasında. Qala stansiyasından Pirallahı qəsəbəsinə fəhlə maşınları gedirdi. Orada da üstü çadırlı maşınlardı, içində taxtadan oturacaqlar vardı. Həmin oturacaqlarda oturardıq biz. Zirənin girəcəyinə qədər həmin maşınlarla gedərdi. Oradansa piyada birbaş gedərdi kəndə, qohumları başa çıxmağa. Çox gözəl günlərdir. Mənim xatirimə gələn məsələn elə şeylər var ki, elə yaşlı insanlarımız var, gözəl insanlarımız vardı. Onlara oturub biz qulaq asardıq. Məsələn, kənddə, Zirə kəndində Molla Əsəd vardı. Yaşlı kişilərdən gözəl söhbətlər eləyərdi. Xalamın yoldaşı vardı, Novruz kişi. O da oturardılar. Bizi üçün qəşəng söhbətlər, gözəl söhbətlər eləyərdilər. Elə Sumqayıtda, Kotejin özündə də gözəl bizim ağsaqqallarımız vardı. Rəhmətli Molla Ramazan əmi, Molla Mustafa əmi, Molla Əli Rza əmi məclislərdə gözəl söhbətlər eləyərdilər. Cavanlara nəsihət verərdilər.
Biz cavanlarda həmişə onların öyüd nəsihətinə qulaq asardıq. Biz o vaxtı böyüklərə böyük hörmət eləyərdik. Böyük olan yerdə biz heç vaxt söz-söhbət danışmazdıq. Onların qabağından salamsız keçməzdik. Onlar oturan yerdən çalışardıq ki, biraz kənar keçək. Çünki böyük olan yerdə bizim ixtiyarımız nə idi? Biz danışaq, neyniyək? Və yaxud da böyük bizə bir iş tapşıranda canla başla o işi biz yerinə yetirərdik. Biz bu cürə böyüklərə hörmət eləmişik. Bəli, bizim Coratmada qohumlarım vardı orada mənim. Atamın dayıları yaşayırdı orada. Ağami dayı, Əyyub dayı, Yusuf dayı orada qalırdılar. Coratda yaşayırdılar. Oğlanları vardı onların. Səməndar, Qəzənfər, Sərdar. Onların oğlanları idi. İndi də hələ gediş-gəlişimiz var orada. Onlarla möhkəmi gediş-gəlimiz çox olub. Burada gözəl sualdır bu. O toylarla bu toyların arasında böyük fərq var. Çox böyük fərq var. Qabaq yadıma gələrdi, biz burada toy eləyirdilər. Toylar necə keçirdi qabaq? Məsəl üçün toy yiyəsi toy eləyəcək. Hələ bir ki, 2 ay bundan sonra toy eləyəcək. 2 ay toydan qabaq bütün qohum qardaş hər gün gələrdilər, yığışardılar toy yiyəsinin ətrafına. Oturub söhbətləşərdilər, xəbər alırdılar, nə lazımdır, kim nə edəcək, kim nə işlə məşğul olacaq, kimə nə iş tapşırılacaq, kim qonaqları çağıracaq, kim qonaqlara qulluq eləyəcək. Bu şeylər sonra ki, elə ki, toya az qalırdı, bütün qohum qardaş yığılardılar. Toxana qurardılar. Bu toxana da nədən qurulardı? O vaxtı o şalbanlar vardı, taxta şalbanlar vardı. Gətərdilər şalbanları qurardılar, yerə bastırardılar. Sonra onun yanına taxta vurardılar. Üstünə də brezent örtərdilər ki, olmasın. Sonra da yerə də döşəyərdilər. Bir zərgədə də kubikləri qoyardılar. Kubikin də üstündən taxta qoyardılar. Taxtanın da üstündən xalçapalas sərərdilər ki, cəmaət oturmaq üçün. Bu toxananın öz gözəlliyi vardı. Deyinən, nə idi bunun gözəlliyi? Bu toxanada, məsəl üçün, musiqiçilərlə üzbəüz yaşlı insan nəsil oturardı. Orada heç bir cavanın orada oturmağa ixtiyarı yox idi. Ancaq yaşlı nəsil onlarla üzbəüz oturardı. Sonra orta nəsil. Məsəl üçün 40-45 yaşında olanlar, onların da xüsusi yerləri vardı toyxana. O nəsildən aşağıda isə toyxananın qapı ağzında yeri vardı. Orada oturardılar, şeylərdi. Gözəl toyla xanəndələr gələrdi, aşıqlar gələrdi. Tanınmış aşıqlardan Aşı Şakir gələrdi. Çox gözəl, elə ki, gözəl dastanlar başlayardı. Elə ki, toy başlayardı, aşıq başlayardı dastana. Necə başlayardı? Əsli Kərəmdən, Leyli Məcnundan, cürbəcür dastanlar deyərdilər. Həmin o dastanların arasında deyilə, sonra bir 15-20 dəqiqə, yarım saat fasilə verilərdi. O yarım saat ərzində cavanlar rəqs eləyərdilər. Hamısı da yox, deyim ki, hamısı cavanlar yox. Tək-tək cavanlar durardılar, rəqs eləyərdilər. Toy günü bey hamama gedərdi. Bey gedərdi hamama, onda köhnə kotejdə hamam vardı, köhnə hamam vardı. İndi də sökülüb dağılıb orada. Həmin hamama bey aparardılar, həmin hamama. Musiqiçilər də girərdilər hamamda, gözəl mahnılar ifa eləyə, bey çimərdi, çıxardı. Elə ki, bey qapıya yaxınlaşardı, bir xonçada, iri xonçada verənçinə konfet, xırda konfetlər, bir də bir ovuc xırda pul. 10 qəpiklik, 15 qəpiklik, 20, bir ovuc xırda pul atardılar beyin başına. Burada xırda uşaqlar həmin o xırda pulları yerdən elə həvəslə yığırdılar ki, gəl görəsən. Sonra beyi dəvət eləyərdilər həyətə. Həyətdə oturardı. Burada beyin qarşısında anası, bacısı, xalası, yaxın qadınlar da məsəl üçün oynayardılar, rəqs edərdilər, zəliyərdilər.
Sonra bəy o gedərdi öz yoldaşları ilə, onun üçün xüsusi otaq ayırardılar qonşuda. O ancaq öz dostları ilə oturardı, qonşuda bir otaqda onlar oturardılar. Elə ki, axşam saat 2, 1 və yaxud da 12 oldu, bəy tərifə çağırardılar. Toxanıya tərifə çağırardılar. Bəy tərifə gəlirdi Toxanıya. Bəh. Elə ki, gəldi, girdi Toxanıya. Bəy vağzalı ilə onu qarşılayardılar. Vağzalı ilə onu qarşılayıb, bəy üçün xüsusi yer düzəldərdilər, o oturardı orada. Bəy toyunda bir dəfə oynayardı. İkinci dəfə bəyin ixtiyarı yoxdur toyda oynamağa. Bir dəfə bəy oynadı, oturdu. Sonra ya aşıq, ya xanəndə başlayardı bəyi tərif eləməyə. Gözəl təriflərimiz vardı, onlar gözəl tərif eləyirdilər. Mən özüm də biraz musiqi ilə məşğul olduğum üçün bəziləri yadımda qalıb, deyirdi ki, dəryada qərq olub Nuhun gəmisi, gəlsin xələt versin bəyin əmisi. Əmi də gələrdi indi, əlini atardı cibinə, 3-dən, 5-dən nə çıxardı, qoyardı xanında. Sonra bəyin anası gələrdi. Qadınlardan heç kəs girməzdi məclisə. Bəyin anası gələrdi, əlində xonça, xüsusi xonçalar olardı, bir neçə xonça. Məsəl üçün, orada həmin toyda 7 musiqiçi iştirak eləyirsə, hər üçün xüsusi xonçalar tutulardı. Hər musiqiçinin öz xonçası tutulardı. O xonçada da konfet olardı, üstündə və yaxud bir köynək, bir əl yaylığı və yaxud da bir şey həmin musiqiçilərə paylanardı. Sonra bəyin sərpayısı olardı. Bu sərpayı bütün bəy toy tapşırılardı sərpayıya. Orada onun sözündən başqa heç ev yiyəsinin də ixtiyarı yoxdur söz deməyə. Bütün toyu tapşırılırdı o sərpayıya, o sərpayı aparardı o toyu. Toyun əvvəlindən axırına qədər sərpayı toyu aparardı. Axırda sərpayının da öz xonçası olardı, üstündə indi kimin cibindən nə çıxardı da 20-dən, 10-dan, 15-dən qoyardılar xonçanın üstünə, verərdilər sərpayıya. Rəhmətli Sadıq kişi vardı burada. Zoratlıydı. O çox vaxt kotej toylarında sərpayılıq eləyirdi. Ki, belə gözəl adətlərimiz vardı. Sonra burada demirəm, Sumqayıtda görməmişəm, Zirə kəndində də belə bir adət vardı. Gəlini gecə gətirirdilər. Gecə məsələn saat 1-də, 2-də toy qutarardı, sonra gəlin üçün gedərdilər. Gəlin üçün gedəndə bəh, gözəl günlərdir. Uşaqlar əllərində fakel deyirik indi, yandırardılar məşəl. Məşəlinə cəmaat əl çala-çala, oynaya, gedərdilər gəlinin qapısına. Çox vaxt ayaqla gedərdilər. Çünki maşın yoxdur onda, ayaqla gedərdilər gəlin qapısına, ya faytonla gedərdilər gəlin qapısına. Gecə vaxtı gəlinin qapısında biraz musiqilər çalardılar, oynayardılar və gecə gəlinimizi götürüb gətirərdilər bəy evinə. Çox gözəl adətlərimiz vardı. Bir şey də yadımdan çıxdı, onu da deyim sənə. Məsəl üçün, qabaq elçiliyə gedərdi. Hindi kişimirdə qabaq, məsəl üçün, oğlanın anası, bacısı gedərdilər, qızı görərdilər, bəyənərdilər. Sonra gəlib deyərdilər ki, bax, biz filan qızını görmüşlər. Həmin qızla sonra da hindi bir dəfə oğlanla qızın görüşün təyin eləyərdilər. Onlar görüşərdi, bir-biri ilə söhbətləşərdilər ki, razıyıq. Ziyapardı vardı bizdə, nişan aparırdıq. Bəh, o nişan aparmaq ən gözəl adətdir. Nişan günü bütün qohum-qardaş yığılardı, xonçalar tutulardı. Qız evi üçün, o xonçalarda cürbəcür hədiyyələr qızsın da. Bir dənə görürsən, bir dənə qoç alardılar, qoçun boynuzlarına qırmızı lent, kürəyinə, belinə qırmızı lent bağlayardılar, qabaqda bir nəfər qoçu aparardı, dalda da görürsən ki, bir 20-30 xonçaya baxır da indi də, əllərində yaşlı kişilər, cavanlar xonça əllərində, özləri hələ demək olar ki, musiqi çala, özləri ilə musiqi çala-çala, oynaya-oynaya gələrdilər qız qapısına. Qız qapısında da böyüklər bunları qarşılayardılar, oturardılar.
üzüyü təqdim eləyərdilər, bir-birini təqdim eləyərdilər. Məsəl üçün, qız tərəfi, oğlan tərəfi təqdim eləyərdi gözəl bir-birini. Sonra olardılar qohum. Çox vaxt nişan aparanda, heç vaxt demək olar ki, qızın qapısına yaxın maşın sürməzdilər. Qız qapısına yaxın mı? Qızın evə biraz qalmış, hamı düşərdi maşından, aralanardılar. Çala-çala, oynaya-oynaya bütün, çünki kənd bilinsin, qonşu, əqraba bilirdi ki, bax, bu günləri, məsələn, filan kəsin qızı üçün xonça gəlib, üzük gəlir. Onlar da öz tərəflərindən, qonşudan, qohumdan dəvət eləyərdilər, bunlar da. Onun üçün də bilinirdi ki, indi gedib otururuq restoranda, nə qonşu bilirik, nə qohum bilirik, neyini, indikirə də min şükür, buna da min şükür. Bizim gözəl adətimizdə qaradlardan biri də Novruz bayramıdır. İnşallah qabaqdan da Novruz bayramı gəlir. Bu bayram münasibəti ilə də bütün Azərbaycan xalqını təbrik edirəm, ürəkdən təbrik edirəm. Qabaq, sözün düzü, şəkərbura, paxlava, ay Murad, yeyilərdi ancaq Novruz bayramında. Ancaq Novruz bayramında. Qabaq kimdir? Bayramdan qabaq tək ailə olardı, bəlkə pişirərdi, bəlkə onu da pişirməzdi. Olardı, şəkərbura, paxlava pişərdi, ancaq Novruz bayramında. Onu da niyə pişirərdilər ki? Çünki bayram gəlirdi. Qız gəlin yığışardı bir evə, bu günləri bir qonşuda, sabah bir qonşuda, öbürsü gün öbürsü qonşuda. Şəkərbura pişirərdilər, paxlava pişirərdilər. Qoğal pişirərdilər. Bu pişintinin də iyi yaylardı bütün məhəlliyə, cavanlara. Sonra elə ki bayram günü gələrdi Murad, bu bayram aşı pişərdi evdə. Bayram aşı pişəndə evdə gətirərdilər, birinci qazanın ağzı açılanda evə yemək çəkilməzdi. Birinci başlayardı qonumdan, qonşudan pay getməyə. Bir də görürsən ki, kəsələr dolardı aşla. Bunu apar ver filan qonşuya, getdi. Bunu apar ver filan qonşuya, getdi. Bunu apar ver baba gilə, bunu apar ver xala gilə, bunu apar... Elə həvəslə də gedirdi, ay Murad, gedirdi. Gedirdin, verirdin aşı, görürdün biri sənə 50 qəpi, biri 1 manat verəndə sevinirdi, dəhşətdir. Biri 20 qəpi, biri bir köynək, biri bir əl yaylığı, biri bir şey verir. Onun için də qonşu payı aparmaq üçün həmişə dava idi. Bu deyirdi, evdə mən aparım, o deyirdi, mən aparım, o deyirdi. Çünki həvəsli idi də, çox həvəsli idi. Bir də onda baxıb görərdik ki, qazan bomboş olub, hələ özümüz pısmırla eləməmişik. Paylandı qazan, paylandı qonuma, qonşuya, dostlar, tanış, hamısına qazan. Elə ki, bir 10 dağı keçərdi üstündən, bir də görərdin ki, bu qonşuya pay gəldi, o qonşudan pay gəldi, bu qonşudan, bu qohumdan, bu qazan yenə də dolardı. Və süfrəmiz açılardı. Süfrəni də böyüksüz açmazdılar Murad. Evin böyüyü evdə olmasaydı o süfrə açılmazdı. Evin böyüyü oturardı yuxarı başda. Süfrə açılardı. Hamımız yığılardıq süfrənin arxasına. Evin böyüyü bismillah deyərdi. Həmin süfrə aş çəkilərdi, verilərdi süfrəyə. Həmin süfrədə də aş yeyilərdi. Sonra bu bayram axşamı. Bayram günü yığışardıq, başlayardıq bir-birinin evinə getməyə. Hamısı, bütün cavanlar özündən böyük yaşlıların evlərinə gedərdi. Məsəl üçün, qonşuda bir yaşlı qadın var, gedərdi onu, yaşlı kişiləri, özümüzdən böyüklərin hamısını bir-bir təbrik eləyərdik. Gedərdik bütün kənddəkiləri təbrik eləyərdik, harada böyük insanlar var, təbrik eləyərdik. Yığışardıq bir yerə. İndi bilmirəm də, indi bir balaca vəziyyət dəyişib. O qonşu payı da yığılıb, qonşu payı da yoxdur, təəssüf. Çox təəssüf eləyirəm buna. İndi hələ hər kəsən pişirir öz evində. Şəkərbura, paxlava da ki, maşallah, Allah min bərəkət versin. Allah həmişə bu bolluğu əlimizdən almasın. Düzdür, çox bolluq da. Olduqca gözəl şəraitdə yaşayırıq, gözəl güzaranda yaşayırıq. Ancaq ki, evdə elədiyimiz, evdə gərək pişirək. Gedirlər, qız gəlin, mağazindən alıb gətirlər, onun nəsə ləzzəti olmur da. Bir də var ki, özün hal-hazırda bax, bu dağı bayram qabağıdır, evdə yığılıblar gəlinlər, şəkərbura, paxlava pişirirlər, hazırlıq görürük.
Qabaqçı adətlərlə indiki adətlərin arasında. Qabaq qonum-qonşu bir-birindən necə deyirlər, evinə bir qardaş kimi, bacı kimi gəlib gələrdi. Biz məsələn bilməzdik ki, bu qonşunun qızıdır, bu qonşunu, biz bir-birinə elə bacı-qardaş kimi böyüyərdik bir yerdə. Biz onların evində, onlar bizim evində. Məsələn, bir evə bir qonaq gələrdi, məsələn. Ya Allah, get filankəsi çağır, o da gəlsin. Qonaqla bir yerdə oturur. Bir görürsün, yaşlı qadınlardan kilər gələrdilər, yığışardılar süfrə arxasına. Oturardılar, qonaqla söhbət. İndi bir şirin söhbət eləyim sənin üçün. Zirədə rəhmətli Əkbər vardı. Qarmansalan Mirzağa ilə ikisi. Gəliblər bizə qonaq. Sumqayıta, Zirədən Sumqayıta gəliblər. Nəsə, anamın da o vaxtı təndiri vardı. Çörəyi təndirə yapırdı o vaxtı. Rəhmətli Əkbərlə Mirzağa da girir içəri, biz acından ölürük. Rəhmətli atam deyir ki, ay Əkbər, biraz gözlə, indi bir saatda bir daha təndirə yapsın, çörə çıxsın, yiyək də. Deyir, ya, yaxşı ondur mən. Bir o 2 dəqiqə keçdi, gördü Əkbər rəhmətli girdi içəri, qoltuğunda 2 dənə təndir çörəyi, 3-4 dənə də yayma, yuxada, hindi yuxada yayma qoltuğu. Rəhmətli atam qayıtdı. Ay Əkbər, bunlar mağazin yox burada, onda da mağazin yoxdur məhəllələrdə axı. Mağazin yox burada, bir şey yox, sən bunları hardan yox? Dedi, deyə qonşudan. Keçdim qonşuya, bizim Allah rəhmət arası Səfəbanı qalanı. Akazı bu keçir olaraq. Deyir ki, bəs Hüseyngilə qonaq gəlmişəm, evdə çörəkləri yoxdur. İndi sən gör, hörmətə bax, zarafata bax, öydə çörəkləri yoxdur. O da Səfəbanı qalada 2 çörək, bir neçə yayma verir Əkbərə. Gəldilər, oturdular, müşkicanlıqla yedilər, işlər. Rəhmətli Yasər dayını sonra çağırdılar. Yasər dayı da gəldi, oturdu. Gözəl günlərdir, çox gözəl günlərdir. İndiyə qədər Kotej qəsəbəsinin yaşlıları bilir. Söhbət eləyirlər indiyə qədər. Deyir, bir də onda gördü ki, onda tramvay işləyirdi buradan. Tramvay parkından deyir, bir dəstə insan düşdü deyir. Onlar bir 20-30 adam düşdü deyir. Qabaqda bir kişi deyir, oynayır deyir, daldakı arvadlardır, gəlir kişilər də əl çalırlar deyir. Bu da qabaqda oynaya-oynaya gəlirlər deyir. Bir dənə səsləri götürüb deyir məhəlləni deyir. Bunlar kim olar, bunlar zirəllər. Zirəllər çox oynağandılar axı. Onlar sevirlər şadlığı, oynamağı çox sevirlər. Onun üçün də indiyə qədər həmin söhbətdə gedir bizim evdə ki, belə bir məhəllədə də, belə bir şeylər də olur. Siz biz qocaları yada salırsınız, köhnə adətlərimizi gəlib çəkirsiniz. Allah sənə ömür versin, oğul. Allah səni min yaşasın. Çünki köhnə adətlər çəkilməsə, bilinməsə, onlar hamısı itib batıb gedəcək. Heç olmasa biz danışa-danışa bəlkə də bir hissəsi qayda məsələsi. Həmin o nişan qayda, üzük qayda, toy qalalarda böyüyə kiçiyə hörmət qayda. Düzdür, var, hörmət var indi də. Ancaq ki, o cürünə yox. Onun üçün də Murad, sənə böyük təşəkkür edirəm. Xızı TV-yə böyük təşəkkür edirəm. Allah Teala səni saxlasın. Allah Teala səni min eləsin. Çox sağ ol, oğul. Məni də bağışla ki, mən namaza gecikirəm. Yoxsa çox danışardım. Çox söhbətlər eləyərdim sənin üçün. Keçmişdən, qozalardan. Indi bağışla ki, iş bəla alındı.